not the only one bound by these chains. My heart rages around like an ocean in my head. I can almost feel you walking in the distance, but I know that it's not reality. If you are echoing around inside these parallel dimensions all alone, know I'll find you in my dreams. Battle of security! Hunter! My kiss will grant immortality or death. I can almost feel you walking in the distance, but I know that it's not reality. Light me up and watch the world burn! Just break my Experience the youth of suffering. What do you feel? Chasing the feelings from ghosts in the sky. I hope they don't mind. I need you near. Something to hold someone I can call mine. Please don't break my heart. Let's hear for the crowd. Make some noise for yours truly. Salam bir daha əziz izləyicilər. Artıq bugünkü son oyunumuza keçid alırıq. Eternal Darkness və Renix komandası oynuyorlar. Rhinox komandalarının oyunu Eternal Darkness'le əvvəlki cütlüklərdən də Safavit S komandası comeback ataraq 1-0-dan 1-2 elədi və növbəti mərhələyə keçdi. Razors'la qarşılaşacaq komanda oldu. Time to drop the beat of the flash. Burada isə
biz Primordial Origin və Inferno komandalarının nəticəsini gözləyirik. Orada Primordial Origin 1-0 öndədir. Əgər Primordial Origin ikinci xəritəni də qazansa, bu oyunun qalibi ilə oynayacaq. Yəni Eternal Darkness və Rhinox komandalarının qalibi ilə oynayacaq. Playoff mərhələsindəyik. İkinci bir şans yoxdur artıq. I, Minotaur, will finish off what was left undone. Eternal Darkness artıq son seçimlərini edir əziz izləyicilər. Ortaya deyilən Mary seçim edəcək. I am the power of light incarnate. Burada pikinin seçildiğini görürük. This land is our homeland, and it will soon be your burial ground. Lapu-Lapu və Kimin də seçildiyini görürük əziz izləyicilər. Artıq son seçimdə Dante edir və oyunumuza keçiş alacağıq. Time and tide wait for no man. Dante də burada Beatrix seçimini edir. Əslində bilmirəm kimin yadına düşür. 13 komandasından belə bir oyun var idi. Kaja və Beatrix oyunu. Kaja tuturdu, Beatrix yəni bombalayırdı. Yəni çox gözəl oynayırdı. Yəni tutduğunu öldürürdülər. Həqiqətən də ləzzət deyirdi. Burada da belə bir oyun görə bilərik əslində. Seconds till the enemy reaches the battlefield. Smash them! All troops deployed! Və cütlüyün ilk qarşılaşması başladı. Rhinox Eternal Darkness'e qarşı playoff oyunları. Mid üstünlüyü Eternal Darkness komandasındadır. Amma bir qədər artıq Bu üstünlükten çıkabilecekler mi? Yok, Helios'tan bir agro, kömeğe de gelen oyuncular var ama yok. Kalite kaçtılar. Base'e de gidip canlarını yenileyecekler. Ve base'e gitmeleri aslında burada oyuncu eksikliği demektir. Bundan daha istifade edebilecek mi? Eternal Darkness oyuncuları. Ama yok.
Gəlib çatdırdılar özlərini. Aynen. Kimin flikini aldılar bu arada. First Blood gələr oradan. Nice. Alegria'dan. Bir First Blood. Raport edilməli. Çox hasar yiyib düşə biləcəklərmi? Dragonite onu alacaqlar. Rhinorex ikinci kaldı bu və Turtle da səhnədədir. Orada Zeus var, Alegria da gəldi. Naim də gəlir, Helios göstərdi artıq özünü. İkisiz bir oyuncu var. Ben onu karşı ona. Dragonite var da. Rhinorex'e kazandırdı Turtle'da. Güzel bir. Rock'tan bir gördük. Oynayacaqlar mı? Yox, çıxdılar, Turtle aldılar. Çox safe oynuyorlar. İhtiyac yoktu artık. Turtle alınıp. Mid'de hələ ki Bir qədər saçlı oyun gedir. Bəli. 3 dəqiqənin sonunda cəmi 2 kill var burada. Bir Rock'tan ulti ilə yeterli oyun. bir ulti gördük. Amma yox, pasif. Glock'tan o çox gözəl ulti gəldi bu arada. Bu arada Hayabusa- Dragon Hayabusa çok- Dragonite'ı düşürməyi bacardı orada. Hayabusa çox arada qalır, çıxa biləcəkmi buradan? Hayabusa aşağı görsəniz Optimus Prime. Hayabusa buradan çıxmağı bacardı bu arada. İkinci Turtle. Artıq Turtle xəritə indiyini görürük. Bu da Eternal Darkness'e kısmet olabilir ama 4 ve 3 bir oyun var burada. 4 oyuncu var. Rhinorex'e 4. oyuncusunu getirir. Dragonite'da bu. Burada bir fight olacak. Turtle üstünde qırğın başlayacak indi. Başladı o fight. Rock'tan burada 2 nəfərə bir ulti görürük. Laf bu içəri daxil olur. Dragonite Turtle'ı çekti bu arada. Zeus'ten de bir kill. Üstünlük tam olarak Rhinorex'in eline geçir. İlk Turtle da onlar almıştı efendim. Bəli, 2 Turtle dolar almışdı. Sab 3-1'di bu arada. Hələ ki üstünlüyü Rhinix komandasındadır. Ama iki komanda da pasif oynuyor. 5 dakika 6. dakikaya çatırıq artıq. Səmi 4 tane kill. Bak o ultisinin vardı, faillədi. Ultisini istifadə edəmədi tam olaraq. Middə bir oyun görəcəkmi? Grok'a bir ulti gördük. Grok burada çox gözəl ultilədi, 2 nəfəri qaldırdı. Drago. Kill aldı ama trade'i alındı onun. Naim düşmedi. Heliso Nehru onunla bir kill. Drago'nun canı azdı. Ama kaçmağı bacardı.
Qarşılığında Nexus'u var. Double kill burada Kimi, Alice'i və Zushini düşürməyə bacarır. Diqqətli oynamalılar. Amma yox, aldılar buranı. 6-cı dəqiqədə mid turretini düşürməyə bacardılar bu arada. Rhinox'in kiçik bir üstünlüğü var idi. Bu üstünlüğü de mid turretiyle bərkitdilər. İndi böyük ehtimal buradakı turretdə Zeus almaq istəyə bilər. Təkdir çünki gələnə qədər burada rəqibi yox, geriyə çəkilir. Turtle-da xəritə indiyini görüyoruz izləyicilər. Bu dəfə ama Eternal Darkness'in üstünlüğü var. Bu Turtle civarında say üstünlüğü var. Bakalım say üstünlüğünü azaltabilecek mi Rhinox oyuncuları? 5'lediler buranı. 5v4'lük bir oyun. Lapıdan bir flip ulti gördük. Oynayacaklarmı? Oynuyor bu arada buranı. Allegria Lumlir killini almaya çalışır ve aldı o killi. Lumlir. Fransız adı seçip özüne oyuncu ve ikinci killini alabilmedi orada. Orada görmedim. Turtle'u yine yəqin ki Rhinox aldı çünkü oyuncu vardaydı. Helios başladı. Aslında Beatrix'ləri var, late game'də çox yaxşı hasar çıxada bilərlər. Yine bu Turtle'lar bittikten sonra pasif oyun. Belki Turtle'larda iki komanda kızışır. Bu sayır oynuyor, lapını düşürebiləcəklərmi burada? Aşağıdan görsənəcək tutulmasa və burada nice. Düşürməyə bacarırlar. Düşürməyə bacardılar. Nice, burada Ayabuser ultisini faillədi Grokon. Artıq Grokon ultisini olmadan bilirlər. Bante bu arada bir taret aldı orada. Mid taretini düşürmeye yakın idi Eternal Darkness ama yok. Ya onlardan bir turret aldı. Lord Steph'nedədir bu arada. Artıq xəritəyə və xəritəymiş. Burada oyuncu üstünlüğü hələ ki Rhinox'in əlindədir Lord'un civarında. Bir nəfər base'dən gəlindi. İndi 5v5 olacaq bu Lord oyunu. Baxaq kimə qismət olacaq o Lord. Bir ulti gördük, Kimi'dən də bir ulti gördük. Çox gözəl Dante'dən bir ulti gördük və Porta Dilomer'ı düşürməyə bacarırlar. Dragonite'dan bir kill, Dante'dən qarşılıqlı olur əslində killlər. Xüsusi bir üstünlük yoxdur hansısa tərəfdə. Yəni, ümumilikdə Rhinox'in üstünlüyü var təbii ki kill cəhətdən, amma iki tərəfdə killlər almağı bacarır əslində. Helios'un trade istəyir, amma orada çətindir. 1v3'lük bir vəziyyət var. Yenə də o Dragonite killini tamamlaya bilər. İkisinin də canı azdır. Helios olur şirini. Çıxa biləcəkmi buradan? Çətin, bəli. İki tərəfdə alır. Burada bu arada gözləyən bir Cagia var. Komanda yoldaşda köməyə gəldi. Yox. Olmaya bilmədi. Həm Turtle'ları, həm də Lord'u hələ ki. Düşə biləcəklərmi? Nice. Burada ikisini də düşməyə bacarırlar. Həm Turtle Lord'u aldılar, həm də ki oyuncuların mid və low'larını düşürməyə bacardılar. Orada yəni 3 oyuncu yox idi əslində. Bir tarihdə də gedə bilərdilər orada, amma artıq gəldilər zaten. Rhinox'in üstünlüyü davam edir. Farm cəhətdən də təqribən 4K təqribi fərqləri var.
Lordla birlikte Ya, oynayacaqlar. Lord'u getiriyə bilərlər əslində. Bu Lord'dan bir şey çıxmaz mənim fikrimcə. Bəli. Yəqin ki, yəni Heç səhv çox eləməsəm böyük bir Lord'u fərq çox rahat getirilərlər. Farm fərqi elə də çox deyil. Rhinox ne diyecek bu Fortnite? O bu arada bir harita alabilecekler mi? Yok, 3 harita var. Oy oy, Alistan çox gözəl oldu. Burada 4 nəfər stunlayıb. Alice çıxa biləcəkmi buradan? Ha, çıxdı. Belə yəni Lord'dan heç nə çıxmadı. Yaşıqla ki burada da bir şey olmadı yani. Trade'ler. Ama aradaki fərqi azalttı yani. 4K idi farm fərqi, 2K'ya düşürdü Eternal Darkness. Təmləri görsəniz zəhmət olmaz. Göstərək, temlədi də. Bu arada Beatrix'in çox gözəl farmı var. Bir oyunu görəcəyik mi? Teklediler Zakia'da ve aldı açacaklar. Kaldırmalı. Çox öndə oynuyordu, onu yaxşı kazandırdılar. Nice Dante'den Allegri'ni düşürməyə bacardı. Dediyim kimi çox gözəl farmı var həqiqətən. Yəni Porto level'ın elini tutduğunu öldürə bilər. O qədər gözəl farmı var. Yavaş yavaş Lord'a doğru gelir bu fight. Mid'de giden. Fight ama yok Rhinox. Mid'e puşlayabildi rəqibini. Rhinox'in kiçik üstünlüğü devam ediyor farm cəhətdən. Dragonoid biraz çekici orada. Niye 1 ve 2 yokluyor? Düşürüldü. Yardım getir rakiplerinin. 4 Rhinox, 4 Eternal Darkness oyuncusu var. Lord etrafında. Pauza verin Zempit olmasa. Pauza verin Fuat Bey. Aha. Hayabusa orada. Aslında bunu Mesela Afrika'da diyorsun. oyuncu Eternal Darkness istemelidir. Ama benden heç nə istemediler. Belə hallar olur, ola bilsin. Sadəcə necə deyim, bəlkə də oyun içi yaza bilmirlər ona görə. 5 dəqiqəmiz var onsuz da 5 dəqiqə ərzində baxaq. Hayabusa oyuna qayıda biləcəkmi? Yenə də olsa playoff oyunlarıdır. Ola bilsin nəzərlərindən çıxa bilər Hayabusa'nın. Komandaların mümkün qədər çalışıq ki, oyunda qalmalarına, mümkün qədər onlara şərait yaratmağa çalışmalıyıq ki, yəni Swiss-də bəlkə qruplarda onların məğlubiyyət şansı olur, amma burada hər bir xəta onları turnirdən uzaqlaşdırır. Oyuna qaydanda onsuz da deyəcəklər sizə.
2 dəqiqəsi geridə qaldı. Eternal Darkness oyuncularının Bu arada Mənim Səfər, sən fikrimcə kapitan Dante'nin çox kapitanlardır bəli. Hə, bəli. Mənim fikrimcə Dante'nin çox yaxşı farmı var. Oyunda yəni Kaja kimi ultrası öldürə biləcək, yəni farmdadır. Ona da belə fokus ata biləcək pik yoxdur elə də. Üç dəqiqə geridə qaldı. Son 2 dəqiqəsi ümid edirəm qoşula biləcək, çünki onsuz da Rhinorix'in azmaz üstünlüyü var idi. Yəni farm cəhətdən təqribən yaxındılar, amma oyun cəhətdən biraz üstünlükləri var və yəni 5v4 buradan toparlamaq inanmıram ki alınar Eternal Darkness'də. Amma səfərəmsə yadındadırsa bir dəfə olub 4v5 bu turnirdə komanda qazanmışdı səfərəmsə. Bəli, Safavis'lə Reisins komandası oynuyordu. Sonradan geldi. Bir artı bir 3-4 dəqiqə Afrika qalmışdı. Və son 20 saniyə artıq məcburən mənim gördüyüm qədərilə bu arada Viva la Liberty və Queen Never Cry oyunu YouTube'da yayınlanır. Mən gördüyüm qədərilə kapitandadır problem və kapitanda hələ də problem düzəlməyib, çünki kapitanla da əlaqə saxlaya bilmirəm və məcburən bizə 5 dəqiqə verildiyi üçün davam eləməliyik oyuna. Buna nəzərən biraz safe oynamalılar. Bir tane Darkness komandası. Çox ən azından ümid edirəm ki ikinci meta çatdıra bilər Eternal Darkness oyuncusu özünü. Əlavə olaraq da ən azından alınmasa belə Zamen hazırdır, Zamen oyuncu bundan girsə. Yox, qayıtdı, əla. Hə, bəli. Kanal adı Azərbaycan eSports Federation'dır bu arada. Yaxşı, yəni çatdırdı, elə böyük bir şey itirmədilər. Yəni Lord'u defləyirlər mənim fikrimcə. Lord üstünlüyü onsuz da, yəni gəlməsə də burada üstünlük Rhinorix'dəydi təqribən. Yenə də bəli. Bu çətin Lord olmaz, o ilk Lord kimi olar. YouTube kanalının adı, dediyim kimi YouTube kanalının adı Azərbaycan eSports Federation'dır. Siz böyük multi-digər kanala baxırsınız. 2 dənə Azərbaycan eSports Federation kanalı var. Lord'u deflədilər bu arada. Jagia'dan da gələn bir kill. Aligre da ortada qalmışdı.
Ayda Alice ultisini feylədi bu arada. 6-cı dəqiqə, 17-ci dəqiqə gedirik hal-hazırda. Yayın hal-hazırda var bu arada. Mənim qarşımda yayın açıqdır. Siz böyük ehtimal səhv kanala baxırsınız. Azərbaycan Esports Federation dediyim kimi 2 dənə kanal var. Və hal-hazırda yayın var. Təşəkkürlər bu arada chatə də atıldı. Çox sağ ol, minnətdarıq sənə. Farm fərqi yenə 4K-ya çıxdı və late game-ə gedirik yavaş-yavaş. Amma bu önemli olsa burada baxaq. Yəni lordlardan çox da istifadə edəməyib. Rhinorex 2 lordu alsa da defləyə bilib ikisini də Eternal Darkness. Baxaq 3-cü lorddan tutacaq. Çünki bərabər oyun var hal-hazırda. Bir kill fərqində xüsusilə bir oyunçu ya da ki bir komanda belə smurfləmir ortalıqda, hamını vura-vura keçmir. Az öncəki oyunda Səfəvid oyuncusunun elədiyi kimi, Real idi Səfəvid, onun elədiyi kimi elə bir oyuncu yoxdur hazırda və buna görə də əslində Lord'un da çox bir mənası olmur, defləyə bilirlər. Yenə də mid taretlərini alıblar amma. Artıq 10 saniyə sonra növbəti Lord'un xəritə indiyini görəcəyik. Burada Lord'a artıq başlayacaqlar. Nədə? Alice'in bir ulti görəcəkmi? Yox, aldılar artıq Lord'a, geri çıxmalılar. Yenə də defləmədilər Lord'u. Defdə çox da çətinlik çəkmir onsuz da Eternal Darkness. Amma Defləyici potensialları var. Məsələn, Beatrix'e düşsələr defləyə bilməyəcəklər. Heç cür defləyəməyəcəklər yəni. Məqsəd yəni burada tək olar ki, Beatrix'e düşsünlər, hə, Lord'u yəni onlar defləyənməzlər. Özdə böyük Lord'dur. Heç defləyənməzlər yəni. Üçü də middən, Lord yenə middən gəlir burada. Burada əslində Lord'u əslində qorumalıdırlar. Baxaq eləyəcəklər, bir dəfə istifadə edəcəklərmi? Helios gəldi burada. Helios'tan çox yaxşı bir hit. Kimin atma bacarır, nice. Grok burada ultisini feylədi. Alice'dən çox gözəl ulti görürük. Nice, oynayacaqlarmı? Lord'u da defləməyə bacardılar bu arada. Bir tarihə endirmiş oldular, amma yenə uğurlu bir def saymaq olar bunu. Bəli, uğurlu bir def idi. Helios'un pay doğrusu orada ekstra eləmək, kimini məsələn düşürtmək, bir qədər oyuncuların 4 və 5 oldu. Onun üçün çox rahat da deflədilər, bir team fight da edə bilmədilər. Həm də Grok burada ultisini feylədi həmçinin. 20-ci dəqiqə. Artıq bütün güllələr, belə deyim, tovrular hamısı dağıdılıb. Taretlər, heç bir taret yoxdur, heç nə yoxdur. Tək bir iş qalıb ki, Rhinorex oyuncularına gedib oyunu bitirsinlər. Bunun üçün baxaq, Lord'a ehtiyacları olacaq. Yəqin ki 30 saniyəsi var Lord'un. Üstünlük onlarda da, amma belə yəni kill cəhətdən oyunun içində belə çox böyük bir üstünlük yox. Farmı falan göstərməsəz, kiməsə desəz ki, bu oyunda sizcə kim üstündür, yəni deyərlər ki, bərabər bir oyundur. Burada Kaja bir ekstra eləməlidir, məsələn, kimisə çəkməlidir, onu da öldürməlidir. Yəni, saniyəsini də öldürməlidirlər. Artıq Lord'a oynamalıdır. Eternal Darkness komandası da. Soldan da bir kill tamamlayabilirler. Nexulo.
kill, double kill. Nice Dante. Hədəfi ən yaxşı oynayan Eternal Darkness oyuncusudur. Dante'dən bir double kill gəldi amma iki oyuncular, iki komanda oyuncular itirdi. Burada Lord çox tez gəldi. Yəni Lord'un tez gəlməsinin heç bir mənası olmayacaq. Çünki 3 nəfərdir cəmi burada. Rhinox oyuncuları. Yəni buranı rahat defləyə bilər məncə Eternal Darkness. Fakat 20 saniye de var. Nice Yok, Dante'nin yok, üstüne yok, bazarlar diye de bitirdiler. 10 saniye çatmaz ya artık değil. Ve Bitirdiler. çətin oldu məncə. Yəni, o qədər də rahat qazanmadı Rhinox komandası. Beləliklə ilk xəritənin qalibi olmağı bacardı Rhinox komandası. Biz isə gedək bir neçə dəqiqədən sonra davam edək. Artık biz növbəti oyunumuza izləyicilər keçid alırıq. Bax günün son oyunu olacaq yoxsa bir map daha izləyəcəyik. Eternal Darkness Rhinox-a qarşı Rhinox 1-0 hesabı ilə öndədir. Let them play the hero. I will be the truth this world desperately needs. Welcome to Grok's castle, tiny friend. This land is our homeland, and it will soon be our burial ground. I am the sovereign of the abyss, the slayer of gods. Ban piklərə baxsaq, Yuzong və Lapunun banlandığı görə Eternal Darkness komandasından. Həmçinin Obsidian və Grok banını da görürük. Dante son banını atacaq. I am the power of light incarnate. Acaba gəldi. Bu arada Primož Origin qalib oldu yoxsa Fuad Bey? Bəli, orada artıq Primordial Origin qalibdir və rəqibini gözləyir. Bu ikilidən biri onun rəqibi Call me olacaq. a hero because I saved my nation from falling apart. Where the light shines, flowers will bloom. My kiss, will it grant immortality or death? Minotaur will finish off what was left undone. Biz burada Lancelot'un alındığı ve Kerry'nin alındığını görürük. Orta Dilimari burada seçim edəcək. Aslında burada Gatot da ala bilər.
Katıltında seçildiyini görürük. Experience the euphony of suffering. Among the planes exists the equilibrium, which I was made for. Son bombikler atılır. Got 'em lined up in my sights. Kimi Rhynex komandası da adil. Butterflies born by thy wish, guided by lantern's light. Hayabusa, Sanjo. Alegria burada seçim edecek. And join me in my dream world. Alegria da bu da Lonox seçimini etti. Artık son pikler seçilecek. Payback time. Choose my own path. Bu ve Faşa pikinde seçildiğini görürük. Son seçimden Julian. Ve Amon'un seçildiğini görürük. Artık bu eşleşmeli Rhynex komandası uçsa playoff mərhələsinin ikinci turuna keçmiş olacaq.
Oyunumuza kesit alırıq 5 saniye sonra. Bəli, bu komandalar arasında baş tutacaq ikinci oyundur. Ya Rhinox Primordial Origin'ın rəqibi olacaq, ya da Eternal Darkness az öncə Səfəvidin elədiyindən eləyəcək. Baxaq hansı ssenari üzrə oyunlar qurulub. Oyunumuz başlayır. 1-0 Rhinox'in xeyrinə. 5 seconds till the enemy reaches the battlefield. Smash them. All troops deployed. Hər iki komanda mavi buffdan başladığını görürük əziz izləyicilər. Evet abi burada görüşlərini vermək istəyir. Artıq bilir Lancelot'un mavi buffda olduğunu. Naim gəldi bura komanda yoldaşına dəstək üçün. Oo, orada bu arada Nice first buff geldi. kill alındı. Naim də base'e gedəcək deyəsə, yoxsa yox qalır elə ki. Sanlandı orada, yox gerçəkdə bildi. Kilini aldı en azından. Mid'de çok güzel oynadı bu arada. Burada Dante'deki görüş vermeyip Dragonite sürprizle karşılaşabilir diyordum bu arada. Allegria'nı düşürmeye bacardılar. Dante ne yiyecek? Yok. Kömeğe geldiler artık ona. Drago. Yerini bilirler onun. Turtle da gelir. 10 saniye sonra Turtle haritayı indiğini görəcək. Bu arada Kerin düşebilecek mi Amon? Onu izleyək. Yukarıda Amon düşebilecekler mi? 2v1 oyun var ama yok, kaçır oradan. Dante. Bu arada Smite'ın verdi Amon. Artık Turtle'u almalıdır. Eternal Darkness komandası. Yaxın tərəfə oxşuyur hələ ki. Oy, Aha, çok burada güzel arada oynadı bu Şakir'dan arada. da gələn bir kill. Helios'u darlayır burada. Drago. Dante'den de bir kill var. Bunun karşılığında bu artık Turtle alınmalıdır. 2 kill çıxardıb oradan. 3-cü kill də istəyirlər. Ama yaxşı oynayan orada bir Zeus var. Gəlmir yani. Komanda yoldaşları niye gəlmir bura köməyə? Maraqlıdır. Turtle saldılar deməli. Sadəcə en azından köməyə gələ bilərdilər burada. Helios və Eternal Darkness almış olur beləliklə. İlk Turtle'ı. %4-0 bu arada üstünlüğü elde eline saxlayır Eternal Darkness komandası. Mid'de bir farmı ittikten sonra bir ADK bir oyun görecek mi? Artık Fasha yaxınlaşıb. Drago orada görüş verdi. Birində artıq skill işlətdiyi üçün. Middən əslində bu arada oynaya bilərdi. Allegri en azından mid taretini aça bilərdi. Ama yox, bu arada arada qaldı Naim, ama yox çıxdı.
Allegria'nın üzerine geldiler. Kaçtı o da. Və Turtle-un da xəritə indiyini görəcəyik. 10 saniyə sonra. Yaxşı bir Nice. Faşadan çox gözəl oynuyor. Səhv eləmirəmsə, Yagiyanın 2 kili var, ikisi də elə Allegria'ya qarşıdır. Onun üstü düşmən elədi. Artıq Helios arada qalıb çıxacaq indi. Bu arada bir komanda yoldaşı da var. Burada bir fight. Bu fight'tan kim üstün çıxacaq? İlk kill alına bilər. Poktel ilə Nurgun canı azdı orada Yagiya. Dragonite'ı düşürür. Nice, burada Dante özünü yaxınlaşdırdı. Qəşəng Dante öz killini aldı oradan. Çox gözəl özünü satdı bu arada. 8-0'lık bir üstünlüğü var. Bu arada Yagiyan'ı da bilmirlər orada. Yagiya darlayacaq buradan. Yukarıda da bir karete aldılar artık. İlk taretiydi bu düşen oyundaki. İkinci Turtle'da çok rahat alacaklar. Eternal Darkness üstün başladı oyuna. Üçüncü haritaya gidebiliriz belki. Hələ tezdir tabii ki bunu deməyə ama baxaq ne gösterecek bize oyun. 2-0'dır və 3-cü xəritəyə gedə bilərik. Aslında burada düşə biləcəklərmi? Zeus çıkabilecek mi orada? Baya lazımdır. Arkadaşlar da geldi köməyə. Bir kill. Alice'i düşə bilmədilər bu arada. Alice düşəcəkmi Alice? Zeus'in canı azdı orada ama kalır hele ki. Helios özünü çatdırır. Burada Eternal Darkness yine üstün olmağı bacarır. Dante geldi çünkü. Dante double kill. Dragonite'ın da yerini bilirler, onun üzerine de oynayacaklar. Yani yine üstünlüğü ele geçirmeyi bacardı. Yani Rhinorex 1 kill alarak başlamıştı orada ama 2 kill ile cevap vermeyi bacardı Eternal Darkness. Bir tarihte gitti. Əvvəlkinə nisbətdə daha aktiv bir oyun var, xüsusən Eternal Darkness tərəfində. Əvvəl daha bərabər kimi idi oyun. Yaxşı, orada eləyib. Nexil onu təkləyə biləcəklərmi? Yox, orada çətin işi. Rhinorex hələ ki cavab verə bilmir bu oyunlara. Helios yenə girib ara qarışdırır. Belə vəziyyətlərdə mən düşünürəm ki, ən azından 4v5'lik bir oyun varsa mərkəzdə, aşağıda bir Dragonite varsa, ən azından Dragonite burada bir güllə açmalı, ya nəsə eləməlidir ki, komandası üçün bir köməyi dəysin. Fightlarda belə çıxır ki, üstünlük davam edəcək Eternal Darkness'də çünki. En azından farm eləməlidir, belə deyim sizə. En azından bir başlarını qarışdırmalıdır, bəli. Yəni Lord'a çox rahatlıqla alacaq burada Eternal Darkness. Hətta yəni Lord'u özləri bilərək almır ki, kimsə gəlsin onları öldürsünlər, daha sonra alsınlar. Burada da düşürdülər. Yox, Allegria yox, düşürəmədi. Sarı ultisini çıxa bildi. Bunu çox gözəl oynamışdı. Rahatlıkla aldılar bu Lord'da. Bu Lord'la da yəqin ki, ən azından 1-2 taret alabilirlər. Bir taret artıq təcrübə qaydlarında bir turretini aldılar. Lord da indi gəldi. Middən gəlir Lord və middəki taretdə bəlkə də qıra bilərlər.
Birlikte oynasalar eğer Lord'u korusalar. Bəli, aldılar o tarihte. Katot'tan bir oyun gelecek. Katot'tan bir ulti gördü. Nice. Burada 4 nəfəri Katot'u ultilədi. Davam edirlər. Dante'den de gelen bir kill. Davam edecekler ama yok, artık Lord öldü. Yine de 3 kill alıblar burada. 3 yani 2v4 idi aslında, oynaya da bilərдilər 2v4'ü burada. Fight'ı risk alabilirler ama yok, istemediler. Onun yerine bir taret kırdılar. Şu anda patlamasını alarlar. Evet, bütün taretleri yıkmakla kifayetlendiler. Bu arada Lord'dan bomba istifadə edədilər. Bəli. Yəni orada 3 kill çıxartdılar üstüne, mid taretini dağıtdılar, yəni çox yaxşı oynadılar. Böyük ehtimal bir Lord'a oyun biter kimime gəlir. Farm fərqi də yavaş-yavaş yəni 7-8K'lara çıxır. 7-8. Növbəti düz desin, növbəti Lord'dan oyunu bitirə bilərlər əslində. Farm fərqi də çoxdur. Defləmələri də çətin görünür, belə hiss olunur ki. Yəni sanki 1v1 fightlara da rahat-rahat girəcəyini oxşuyur. Hal-hazırda Eternal Darkness oyuncuları. Və beləliklə sanki biz 3-cü xəritəyə gedəcəyik. Bunu demək rahatlaşır nisbətən. 35 saniyə sonra da bəlkə də bunun nöqtəsi qoyulacaq. Lord'un gəlişi ilə. Bir fight Helios kili çıxartdı amma özünün qaçması çətin olacaq. Bəli, Naim Helios'u düşürməyi bacardı. Bu arada Helios'a bayaqki Lancelot olsaydı vapşə əla olardı. Amma əslində Helios'a lazım değildi bu, niyə görəsən? Lord var idi, yəni ehtiyac yox idi. Lord 2 saniyədən gəlir. Elə Lord'la birlikdə gələcək səhv bilmirəmsə. Lord'dan bir 5 saniyədə tez olacaq. Əgər Lord'u 10 saniyə içində O qədər farm fərqi çoxdur ki, Lord'u da ala bilərlər, yəni həqiqətən farm fərqi çoxdur. Lord'u çox rahatlıqla ala bilərlər. Artıq Lancelot da xəritədədir. Lord'u alacaqlar. E, 20 saniyədən də Lord gələcək. Bu Lord'la da bəlkə də bitirərlər işlərini. Baxaq. 8K farm fərqi. Kimlər zəhmətimizi göstərin. Lord Birini çətin düşürsünlər bu arada. Artıq mid farmına değməyəcəklər çox güman ki. Bitə bilər oyun, baxaq. Lord'u necə müdafiə edəcəklər. Lord mid taretini kırır mı? Yox! Deflədilər. Yaxşı oynadılar buranı. Bir kill çıxartdı cəmi. Lord'dan bir kill çıxarda bildi. Eternal Darkness oyuncuları yaxşı oynadılar həqiqətən. Rhinorix yaxşı müdafiə edədilər amma killlərə davam edə bilərlər. Burada Porter'dən gələn bir Naim killi. Ən azından o tareti qırmağa çalışacaqlar indi və belə də olur. Yaxşı bir ulti idi o. Bu arada Allegria'nın canı məcburən base'e getməlidir. Helios bu arada çox rahat oynuyor bu arada. Yəni rəqiblərin içinə girir, çox damage verir, çıxır. Lancelot elə pikdir də, rahat girib çıxa biləcəyim pikdir. Hələ qabağında onu stunlaya biləcək heç nə yoxdursa vapşə əladır. Bu arada parça çox gözəl düşürdü. Bitirə bilərlər. Bəli, bitirə bilərlər. Bitirə bilərlər. Dante vurur play'e. 1-1. Biz gedirik mi? Hələ ki dəqiq demək olmur bunu. Helios'un canı azdı.
Yaxşı müdafiə olundular buranı, yaxşı o. Nice, mega şey. Yadan da hemen. Washington gözəl oynadı. Yox artıq. İşte bitirdilər. Bundan sonra Hesab artıq imkan gedir. yox. 1-1. Üçüncü xəritəyə gedirik. Günün artıq artıq dəqiq ki son xəritəsidir. Biz də yorulduq artıq. Hər iki komandanın əlinə sağlıq. Biz bir neçə dəqiqə sonra üçüncü xəritə ilə sizlərlə birlikdə olacaq. Bir daha demək istəyirəm ki, əgər biz 3-cü map'ə gediriksə, burada artıq random şəkildə first pick olur və first pick Rhinorix'in xeyrinə idi. Baxaq, bu first pickdən istifadə biləcəklərim, çünki first pickdə onlar first pick olan zaman qalib gəlmişdilər. Əslində, belə çox bir fərqi olmur məncə first pick və ikinci picklərin. Oyunun taleyini həll eləyəcək qədər fərqi olduğunu düşünmürəm. Yəni oyuncular bir-birlərini çox tanıyırlarsa falan bəlkə hə, burada təbii ki sözsüz. Thorns remain. Should petals fall? Let them play the hero. I will be the truth this world desperately needs. I am sovereign of the abyss, the slayer of gods. Join me in my dream world. Artıq biz oyunumuzun son xəritəsini oynayacaqlar. Hər iki komandada. Uğurlar arzulayıram. Grok və Yuzong və Lunox'una bağlandığını görürük. Yesisi, Lansrod və Obsidiyə bağlandığını görürük. First pick'dən də Lapa alındığını görürük.
hands of steel. Experience the euphony of suffering. Let's go. Shadow of obscurity! Sancho! Elitel ve Hayabusa'nın fikrinde seçildiğini görürük. Dante'den de Granger ve Portelumer'den Gatot'un alındığını görürük. Hayes burada The beat of the flash. Roy alır. I, Minotaur, will finish off what was left undone. My kiss. Will it grant immortality or death? Butterflies born by thy wish, guided by lantern's light. Already got him lined up in my sights. More glue! Little goo, big mischief! I will be the shadow behind the light. My power! The southern seas are my domain. Günün son qarşılaşmasına keçid alırıq. Bu dəqiqdir artıq. Baxaq. İki komanda da hesabda bərabərdir. Enemy reaches the battlefield. Smash them. Qalib kim olacaq? Deployed. Bizə gözəl qarşılaşma gözləyir. Bu arada pikləri çox yaxşıdır hər iki komandanın da.
Erken bir build. Üç bazonu alabilirler. Burada Dragon üzerine oynayabilir. Yagiya. Coldplay de buradadır. Bu arada alabilir. Midləri çox gözəl oynadı. Aldı. Creepy və ona görə 4 level ola bilmədi. Turtle gelir 15 saniyeden. Bakalım buna kadar bir first blood görecek mi? Diyese görecek Naim'in üzerinde ama yok, kaçtı. Eternal Darkness rahatlıkla Turtle'ı alacak burada. Naim buradadır. Naim'i araya salabilirler indi. Üstünlük var elə ki buradan uzaqdadır. Eternal Dark Ragnarok sonuçları oynanmır sanki Turtle'a. Və bəli, Turtle'ı aldılar. Turtle'ı aldılar. Əla. Şimdi midə bir hücum. Aa, yok. Okey. Oy! Faillədilər bu arada. Düşdəcəklər. Turtle düştü. En azından bir trade gələr mi? Yox. Və beləliklə First Blood'ı əslində öz-özünün sonunu gətirmiş oldu orada. Bəli. Rəqibə vermiş olur First Blood'ı. Əslində Kaditiyə görə girmişdi ora. Ona görə biraz faillədi. Naim'in üzerine oyun var. Naim yani burada qaşıyıb qan axtarır. Hey gedir rəqibin üzerine ama geriye çəkilməyi bacarır hər dəfəsində. Eternal Darkness'dən qaçmağı bacarır. Çox yaxşı bir oyunu burada ama Allegria qaça bildi. 45 saniye. Növbəti Turtle'a. Burada Joy düşdəcəklərmi? Yox, düşdəmədilər. Yine pasif oynuyorlar komandalar ilk map'teki kimi hələ ki 4 dəqiqədə cəmi 1 kill var. Oy oy oy, burada çox gözəl tutdu. Qəşəngsən Kadita. Double kill Kadita'dan. Çox gözəl ekstra gəldi middən. Turtle görsən zəhmət olmasa Padway. Smite ata biləcəklərmi? Nice Smite Dragon'dan. Kimin Hayabusa olduğunu görsətdi həqiqətən. Gözəl Smite idi. Yuxarı zəbt olmasa görsəni, yuxarıda bir oyun görəcəkmi? Yine Naim'in üzerine gelirler ama
Buradan bir şey çıkmaz. Yukarı zəftimiz göstərin Fuad Bey. Nice, Dante. Naim'i nihayet orada bir dəfə də düşürdülər. Midi Burada bu zəftimiz arada göstərin. Zevs'in Oyuncu üzerine reyting bir mi? durum var. Aynen. Flick'den çıxmağı seçdi. Ya. İşte. Kaçtı. Ama burada Dante Naim'i düşürmeyi bacardı. Üzerine de gedirlər. Zeus'u rahat bırakmak istəmirdilər orada. 6-1'lik bir Eternal Darkness üstünlüğü var. Az önce Səfəvidin ettiğinden edecek mi baxaq? Burada agresif edir. Bence artık Eternal Darkness aslında agresifliğe başlayabilir burada. Turtle da var. Turtle'a geri çevirme onu da alarlar. Qırmızı bufflarını aldılar əslində. Yaxşı bir yoxlanış idi. İndi də Turtle alacaqlar. Beləliklə yəni Hayabusa'nı geri salmış olurlar. Bir qədər xəritə üstünlüyü də olacaq belə vəziyyətdə. 3K'lık da hardasa bir 4K'lık təqribən də bir farm üstünlüğü de var. Yani üstünler öldü de. Edita'dan bir oyun görecek mi burada? Oo, Naim. Bunlarda kalıp yok. 6-1 hələ ki, bir dənə Nexulanın kili var Rhinorix adına. Buradan bilmir mi Naim oradan? Bilmir kəsə. Yaqiyanı arada qaldı. Yox, oradan çıxması çox çətin. Yəni Rhinorix oyuncuları çətinlik çəkdilər orada. Dante bir taret düşürdü bu arada. Dante bu arada midi də düşürtməyə bacarırlar. Nice. Bir duel var Naim ve Pokte arasında. Yani artık o az önce dediğim Eternal Darkness'in agresifliği var sanki. Hem top lane'de hem bot lane'de yavaş yavaş her birde bir üstünlük gösterirler. Mid'de mesela taret alırlar falan. Yani artık o üstünlüğü görürük. Orada Dragon bu arada tek koyacaklar. O kill alabilir Drago aslında ama yine de tüydü çətindi. Bəli, Helios düşürdü onu ve komanda yoldaşını da aslında xilas eləmiş olur beləliklə. 8-1 9 dəqiqənin sonunda. Taret cəhətdən də, yəni belə deyim, güllə cəhətdən də 2 gülləni düşürüblər. Və Lord gəlir. Artıq bu Lord'la da bir qədər turret ala bilərlər. Hə, ən azı yəqin ki Lord topdan gəlsə burada 2 tareti düşürə bilərlər və yaxud da yəni Lord'un hardan getməsindən asılı olmayaraq əslində topdakı taretlər azalda bilərlər. Burada düşürəcək də çox şuman kiriteri. Düşürdülər artıq, heç ehtiyac da olmadı. Nexulan da can ağızda amma qaça bilir. Burada bu arada Helios davam edir. Varlığı narahatlıq doğurur Rhinorix'ə. Lord doğulur. O Lord'la da artıq alacaqlar demək olar digər dördləri. Az önce dediğim buydu aslında. Məsələn, komandası geridədir. Hələ burada müdafiə olmaya çalışır amma Zeus gedir orada taret alır. Aslında bu yaxşı bir şeydir. Ən azından müəyyən dərəcədə yardım etmiş olur komandasına. Bəlkə bir late'də
comeback şansı yaradır. Əslində Lord gələn minyon puşunu almaq o qədər də yaxşı bir şey deyil, amma yenə də turret aldı da cəhənnəm. Bəli. Yəni bir də Ən bir azından enti hə. deyək buna. Amma Lord gələn minyon puşunu almaq biraz yaxşı deyil. Nəyə görə? Çünki Lord nə qədər həyatda olsa daha çox süper minyonlar çıxacaq, bildiniz necə? Yəni daha çox gücləndirilmiş minyonlar çıxır və burada çox gözəl Kufra çox gözəl burada 3 nəfəri stunlayır amma Mid taretini alacaq. komandadan bir gəlmir. Qəşən ulti, nice. İkinci ki. Elə burada bitə bilər bu arada, amma yox, Drago. Şeylərdən birindən en azından cavab verir. Bu arada Lord'la da bir taret də alırlar. İkinci tareti də, yəni Lord heç damage belə yeməyib. İkinci Yeməyib, taret də evet, çox onu rahat deyirdim olacaq. məsələn. Burada bitə bilər Hətta bu əslində Lord'dan oyun. bitirə bilərlər. Bitirə Bəli, yaxşı bilərlər. oynasalar, burada bir kill alsın, Naimi falan düşürsələr, burada bitər. Eros çox gözəl girdi bu arada. Steklərini yığdı. bitti. Nice. Bu qədər tez gözləmirdim mən. Alper həqiqətən. Öblər. Fanti Nice. Oo, bu arada müdafiə olunurlar. Müdafiə olunurlar amma bitmədi. Bir taret də düşdü. Yəni Lord'dan möhtəşəm istifadə elədilər. Orası dəqiqdir. Əslində mid turretlərindən digər ADC turretini düşdə bilərdilər. Yəni Lord'dan maksimum istifadə bu olardı mənim fikrimcə. Amma yenə də yaxşı oynadılar və Dante burada Dante. nələr edirsən sən? Xilas Dante olmağı çox gözəl. bacardılar, amma yəni çox narahat elədi və bir taret dedi yəni. Artıq bir dənə taretləri qaldı. 30 saniyədə Lord. Bu Lord artıq sonuncu olar böyük ehtimal. Lordsuz da bitirə bilərlər əslində. Farm fərqi həqiqətən çoxdur. 10k farm fərqi var. Yəni, oradan demək olar ki, mümkün deyil artıq. Rhinoris'in comeback'i çox ekstra falan lazımdır ki, burada 5 oyuncunun eyni anda bir atak yoxlayıb. Məsələn, Eternal Darkness'dən 5'inin də eyni anda ölməsi falan, nəsə belə bir şey, amma onda belə hələ ki 13-cü dəqiqədəyik biz. Bir çatacağını düşünmürəm, çünki heç bir kuleye, middən heç bir kuleyeni düşürə bilməyib hələ ki. Bitti, demək olar. Fran da düşürtməyə biləcəklər. Bəli, Fran da Lord'u düşürtdülər artıq. O tareti də çıxdılar. Oy 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 burada. Yapabiləcək mi? Oradan çıxdı da, hal olsun. 4 nəfər oyunçunun Bir anda Yagiyan'ı aktardım hardan diye. 4 nəfər oyunçunun yəni Vexenanı düşürtdü, oradan da çıxdı rahat. Öldürə bilmədilər. Beyze de Hal getdi elə olsun. Lord'la da gələr yəqin ki. 10 saniyədən də Lord gələcək. Güman ki bitəcək. Aha. Hələ middən də gəlir Lord. Baxaq, ya olum ya ölüm. Rhinoris bunu müdafiə edə biləcəkmi? 11k farm fərqi var. Hələ 14 dəqiqə keçib. Və başlayırıq. Lord içəri daxil olur. Katotdan bir ulti gördük. Şu bir ultiydi bu arada. O ultiden Naim ki Vurma olur var. Ya bu arada killleri toparlayan Orada tərəf defletler bence. 4 kill aldı. Çok güzel defletler. Bir anti atak da yoklayabilirdiler mi? Yok ama ya. 3 nefer var ve o da çok yaxşı. Zaten farm fərqini xeyli azaltdılar. Geçen defletler. Allah defletler bu arada. 6K'ya kimi farm fərqini də azaltdılar bu arada. 11K'dan. Uzatdı yani Eternal Darkness. Yani def eləsələr də buradan yani kule cəmi 2 dənə kule alıblar yani və çox çətin görürəm buradan bir comeback'i. Late'də də bilmirəm, nə düşünürsən? Yəni late'də nəsə ola bilər səncə bir comeback şansı və s. Late'də əslində belə deyim, late oyunlarında daha çox güclüdür. Məsələn, Eternal Darkness komandası daha çox güclüdür, amma belə deyim sizə, oyunun talihini bəlli edə bilər və burada nice, Dragon Knight'da düşməyə bacarır. Amma trade alındı. Bundan oyun məsələn, bitti kill mənim alsa da fikrimcə. biraz trade alırlar.
2 oyuncu düşüb. Oyun bitdi hal-hazırda, oyun bitib yəni, deyim biləsiz. Çünki ADC-ləri yoxdur, plus ormancıları yoxdur. Yəni minyon şunu itirib, yəni oyunu bitirə bilərlər falan. Əllərinə sağlıq Rhinoryx'in. Bura qədər böyük bir mübarizələr var idi. Çox gözəl bir mübarizə ilə gəlib bura çatmışlar. Bu arada bu hücumu da müdafiə edə bilirlər deyəsə. Çünki doğulur artıq, Drago da gəlir. Böyük ehtimal müdafiə edə biləcəklər. Bitirə bilmədilər. İkinci yoxlamaları idi bu onların və gedirlər Lord'dan gəlsinlər. Artıq işlərini nağdılaşdırsınlar. Lord'un doğulması ilə ölməsi. Bir olacaq yəqin ki burada. Yenə bir Kadita'dan bir ekstra görəcəkmi? Orada Lord da elə birbaşa da doğulacaq. Çünki 40-cı saniyədə elə. Və həqiqətən biz də yorulduq artıq. Saat 1'dir keçdiyib saatlarımız. Buradan yavaş-yavaş Lord'la birlikte son hücum ola bilər. Və Lord da yaxınlaşır artıq. Necə Ən uzun defləyəcəklər? çəkən oyunlardan biridir yəqin ki bu turnirdə. Nayem ortalarda qaldı bu arada. Arada ultisini feylədi, yenə defləyə bilərlər. Yox, defləyə bilməyəcəklər. Heç nə görünmür hal-hazırda, amma killəri alan tərəf. Oyun Selsi bitdi düşürsələr məncə. orada bitəcək iş böyük ehtimal. 4-2'lik bir vəziyyət var. Bitdi məncə. Məncə də bitdi şey. Əllərinə sağlıq yenə də. Eternal qalib olur bu arada. Hər iki komandanın əllərinə sağlıq, çox gözəl oynamışdılar. Əla, həqiqətən çox gözəl bir mübarizə izlədik. Bizə möhtəşəm bir oyun göstərdi. Xüsusən Eternal Darkness 1-0-dan 2-1-ə gətirdilər. Necə ki Səfəvid. Sənin də dillərinə sağlıq. Çox gözəl bir şərh bizə belə deyim, izlədə bildim. Çox sağ olun Fuad bəy. Mən də sizə təşəkkür edirəm. Gecəniz xeyrə qalsın. Növbəti oyunlarımızda görüşənədək. Hər kəsə təşəkkürlər izləyənlərə. Bugünlük oyunlarımız bu qədər idi. Bugün sizlərə şərhdə mən Flawless və Fərid bəydi, Egoist MLB bəydi. Onun da səhifəsini izləməyi unutmayın. Möhtəşəm turnirlərini qoşulmağı və izləməyi unutmayın. Fərid bəyin də kanalını. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun, sağlıqla qalın.